meyli salmış pedofil dəstəsinə, dəyişib Azərbaycan kişisi. Ateist oldu, deist oldu çoxu, sattı imanı müsəlman kişisi. Salam dostlar. Akşamınız xeyir olsun. Bugün ayın 13'ü may 2026 ildir. 194.212 kişi ilə yolumuza Azər Film ailəsi olaraq davam edirik. Artıq 116 nəfər də TikTokda qoşulubdur. Yeni qoşulduğuna xoş gəldin deyirəm və biz efirimizi başlayırıq. Dostlar, əvvəlcədən elan etdiyimiz kimi verişimiz 2 hissədən ibarət olacaqdır. Həm dünən yarımçıq qalan bu Qanlıgöldə vətəndaşın hüquqlarının, mülkiyyət hüquqlarının pozulması ilə bağlı məsələyə baxacağıq, həm də İlham Əliyevin quşlaması ilə bağlı. Təbii ki, mən istəməzdim ki, ölkəmin rəhbəri haqqında belə kobud ifadə işlədim, onu bu formada tənqid edeyim. Amma nə edəsən ki, adam özü zorla deyir ki, məni məhz belə tanıyın, quşlayan kimi. Adam danışığını bilmir, adam görünür tutması var, hərdən birdən beyninə nəsə gəlir, amma bu sadəcə olaraq şəxsiyyət və xarakter qüsuru deyil. İlham Əliyev niyə belə danışır? Zəngilanda elədiyi çıxışlardan söhbət gedir. Niyə tarixi saxtalaşdırmaq istəyir? Niyə yalan danışır? Niyə ona buna böhtan atır? Bunun səbəblərini bugün mən sizdən müzakirə edəcəm. Hələlik isə Etibar Əliyevi dəvət edək və davam edək. Etibar bəy, xoş gördük sizi. Salam aleyküm, xoş gününüz olsun. Salamlayıram bütün Azərbaycanı. Aleyküm. Etibar bəy, biz dünən danışmışdıq ki, bugün Sumqayıt məhkəməsinin qərarı ilə bağlı bir müzakirə eləyək. Çünki mən o qərarı incələmişəm, orada çox ciddi nöqsanlar var, amma siz təklif elədiniz ki, bugün məmur özbaşdanlığını və prezidentin göstərişlərinin, fərmanlarının məmurlar tərəfindən icra olunmaması, onun sayılmaması ilə bağlı danışacaqsınız. Buyurun, söz sizdə. Hansı materialları təqdim edəcəksiniz? Nə baş verir? Məmurlar niyə prezidenti saymır? Niyə qudurublar? Bu bağda danışın, buyurun. Bu sizdə var da yəqin ki, prokurorluğun göndərdiyimiz məktubları. Mənə göndərdiyiniz sənədlərin hamısını mən burada yükləmişəm. Bunların heç bir adı yoxdur. Burada mən ancaq sonradan özüm baxıb yazmışam. Apret eşkiyatını tapmışam, iddiarcasını tapmışam. Sonra məktub var Azərqazdan, nə bilim, Sayğaz haqqında. Məktub var Kristal Bakının cavabı Nizamiyə mənzili 60.000 manat pul verilməsi ilə bağlı. Müqavilə var, qətnammələr var və vəkil. Prokurorluqdan gələn məktublar varmı sizdə? Mənə göndərici sənədlər adı qoymamışsınız ki, bu prokurordan gələn falan məktub, falan tarixli məktubdur. Ona görə də... Onda qərarı müzakirə edək. Mümkündür. Mənim vaxtım yoxdur ki. Apellyasiya qərarı. Problem deyil. Bildim. Başa düşdün, Qurban müəllim. Onda apellyasiya məhkəməsinin qərarını müzakirə edək. Buyurun. Apellyasiya məhkəməsində sizi narazı salan nə oldu? Orada nə baş verdi? Yenə də deyirəm, verdiyim vəsadətlərin heç biri təmin olunmadı. Yəni ki, apellyasiya məhkəməsində mən şikayət verdim ki, həmin bu məni nə cür evimdən çıxardırlar, həmin bu video diskini məhkəməyə təqdim etdiyimi interaktivdə göstərin, sübut edeyim ki, mən həmin ünvanda yaşamışam, məni evimdən məcburi çıxardıblar, polisin əlindən. Bunların da heç birini göstərmədilər. Bir də ki, mənim adıma bu vəsadət. Demək, bir də ki, bunlar ki, o vaxtı ki, atamın adına akt tərtib olunmuşdur. 239 nömrəli akt, 201 nömrəli mənzillə. Bax, burada həmin bu vəsadətin bəs İcazə və vəsadəti elan edeyim. Tamaşası bilsin ki, söhbət nədən gedir? Sumqayıt Apellyasiya məhkəməsinə hörmətli tamaşaçılar, Etibar Əliyevin vəkili Samir Xudaquliyev vəsətdə yazılıb ki, iddiası Əliyev Etibar Rüstəmoğlu cavabda ilə Kristal Bakı SAC və digər şəxslərə qarşı olan vurulmuş nəsə yazır. Sonra yazır ki, iddia əsasında şikayətinin məzmunundan aydın görünür ki, görək nə görünür. Cavabda şirkət tərəfindən 2022-ci ildə tərtib edilmiş 239 nömrəli aktda iddiaçıya məxsus mənzillərin
mövcudluğu qeyd olunmuşdur. Vəkil məsələni qaldırır ki, Akta Etibar Əliyevin mənzillərin olması ilə bağlı qeyd var. Bu qeyd məlumatının iştirakı ilə aparılmış akta da əksini tapmışdır. İddiası bu mənzillərin ona məxsus olduğunu sübut edən video və foto materiallara malikdir. Tikilinin sökülməsi zamanı iddiaçı şəxsən iştirak etmiş və bu barədə söküntü işlərini aparan şirkət əməkdaşlarına məlumat verilmişdir. Məhkəmənin gəldiyi nəticəyə təsir edə biləcək faktiki halların tam və hərtərəfli araşdırılmaması Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə ziddir. Həmin maddəyə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam şəkildə baxmalı və hüquq normalarına uyğun qiymət verilməlidir. İş üzrə tərəflər arasında 17 may 2024-cü il tarixində bağlanmış müqavilədə mübahisəli aktda qeyd olunan şərti mənzillərlə eyni olan M166 201 74,18 kvadrat metr və 272 kvadrat metr sahələr göstərilmişdir. Xahiş olunur. Yuxarıda qeyd edilən aktların əsl nüsxələrinin, eləcə də tikililərə dair video görüntülərin cavabdehdən tələb olunması və işə ələv olunması təmin edilsin. Bu sübutlar işin obyektiv araşdırılması və ədalətli qərar qəbul olunması üçün mühüm əhəmiyyət kəsb edir. Əvvəl bəri başdan mən deyim ki, nəzərə alaraq ki, bizə xeyli sıravı vətəndaş da baxır, olmayan insanlar da baxır. Eləcə də mən əminəm ki, bizə həm də vəkillər baxır. Hörmətli vəkillər, vəsadət verəndə bilirsiniz də Mülki Prosessual Məcəllənin tələbidir ki, mütləq yazmalısan ki, bu vəsadəti mən nə üçün verirəm və bu vəsadət hansı halların aydınlaşdırılması və sübut edilməsi üçündür. Bu qanun tələbidir. Ona görə qanun bunu tələb edir ki, qarşı tərəf sənin vəsadətini oxuyanda bilsin ki, o da nədən müdafiə olunmalıdır, o da geçsin, sübut hazırlasın. Yəni, məhkəmə tərəflər arasında Etibar bəy nəsə deyirsiniz siz? Eşidirəm. Buyurun, söz sizdə, buyurun. Demək, bu vəsadət verməklə bunu bildirmək istəyib ki, məhkəmə hakiminə. Bunlar evi sökəndən sonra, söküb qutarandan sonra müqavilə bağlayıblar. Demək, orada 74 kvadrat ev göstəriblər. Qalan evləri tövlə kimi tikilmiş, aşılanmış ev kimi qələmə veriblər. Məsələn, düşünürsünüz, burada evləri gizlədiblər. Yəni ki, hesab eləməyiblər ki, bu evdir. Qeyri-yaşayış sahəsinə qoşublar. Həmin bu 272 kvadratı. Məsələn, bunlar müqavilə bağlayanda saxtalıqlara yol veriblər. Onun vəsadətindən bu görsənmir axı. Bu vəsadətlər, mən onu izah eləmək istəyirdim ki, sənə imkan vermədin. Deyil. Bu vəsadəti verəndə sənin vəkilin bilməlidir ki, bu niyə verir? Yazmalıdır ki, bu vəsadət hansı halların müəyyən edilməsi və sübut edilməsi üçün, nəsən vətənlər? Başa düşün. Əgər qanuna düzgün istifadə eləməyəsənsə, qanundan düzgün istifadə eləməyəsənsə, heç bir vaxt nəticə əldə elə bilməzsən. Bunu bir dəli anlamaq lazım, başa düşmək lazımdır. Mən çox xahiş edirəm sizdən. Qanunları öyrənin, bilin. Təkrar edirəm, vəsadət verəndə Mülki Məcəllə tələb edir ki, əgər hər hansı bir sübutun tələb olunmasını istəyirsənsə, hər hansı bir şahidin dindirilməsini istəyirsənsə, sən vəsadətdə yazmalısan ki, bu şahid hansı halı təsdiq eləmək üçündür. O gəlib nəyə təsdiq eləyəcək? Bunu əvvəldən deməlisən də məhkəməyə. Vəsadətdə yazmalısan ki, qarşı tərəfdə hazırlaşsın öz əks argumentini. Yəni, çəkişmə prinsipi təmin olunsun. Etibar bəyin bu vəsadətində yazıb sadəcə olaraq bu sübutlar işin obyektiv araşdırılması və ədalətli bu ilə vəsadət verməzlər ki. Belə vəsadət olmaz. Təbii ki, işin obyektiv araşdırılması tələb olunur, tam olmalıdır, nə bir qərəzsiz olmalı, amma əgər sən vəsadət verirsənsə ki, filan sənət tələb olursun, izah eləməlisən, bu sənət hansı halı təsdiqləmək üçündür? Fikrim satır Etibar bəy. Sənin bu vəsadətin var ha. Bu vəsadətdə sən özün nə başa düşürsən? Buradan siz cavab edən video material tələb edirsiniz.
Cavabdehdə hansı video materialı var? Sən nə bilirsən ki, onun hansı bir video materialı var? Soğudu Evlərimiz, yoxdur. bizim evlərimizin onlar 2024-cü ildə 15 Martda ki gəldilər, evlərin bütün video şəkillərini telefon vasitəsilə çəkdilər. Evin içinin görkəmi, çölün görkəmi, evlərin də hamısı üzdən belə pis görsənməyinə baxmayın. Evlərin hamısı içi remontda evlər olub. Vaxtikən mən onları kirayə vermişəm, oradan qazanc götürmüşük, ailələrimizi saxlamışıq. Bunlar sökəndən sonra evlərimizi tövlə kimi, aşılanmış ev kimi sayıblar, qələmə veriblər. Ona görə də bu vəkil Samir Xudayquliyev vəsadət verməklə bildirir ki, 239 nömrəli akt, 2201 nömrəli mənzil kimi qeydiyyata almış aktın əslini məhkəməyə təqdim edin, orijinalını. Onlar da ki, vermədilər. Yan qaçdılar bundan. Çünki orijinalında alt tərəfində yazılıb ki, həyətdə oğlum Əliyev Etibar Keçən dəfə göstərdiydi onu. Bəli, bəli. Hamı göstərdi, hamı gördü onu. Bu aktın orijinalıdır, orijinalıdır, əslidir. Onu hamı gördü. Ona görə bax bu aktı Kristal Bakı şirkəti təqdim eləmədi, yan qaçdı. Sübutları ki biz onlardan istədik, onlar qaçdılar öz imzaladığı aktlardan. Bunun da imzalayan kimdir? Kristal Bakı şirkətinin direktoru İbrahim Dostumaliyev Səfəroğludur. Öz verdiyi aktlardan sübut olunan işdən qaçdılar, yan qaçdılar. Məhkəmədən də biz tələb edirik. Məhkəmə də vəsadətimizi qəbul eləmir. Etibar bəy, bu vəsadəti vermişsiniz. Bəli. Xahiş olunur. Yuxarıda qeyd edilən aktların əsl nüsxələrinin, eləcə də tikililərə dair video görüntülərin cavabdehlərdən tələb olunması və şəvəl olması təmin edilsin. Və bu aktların əsl nüsxələri və videolar hansı halı müəyyən etmək üçün idi? Bunlar demək 185 nömrəli müqavilə ki bağlayırlar Əliyev Nizami ilə. Orada ev kimi göstərmirlər, qeyri-yaşayış sahəsi kimi göstərirlər həmin ünvanı. Başa qeyri-yaşayış sahəsi də nədir? Ot ambarı, yem damı, toyuq damı, mal damı belə göstərirlər. Biz də ona görə vəsadət verməklə tələb edirik ki, siz nə sökmüsünüz həmin ünvanda? Nə sökmüsünüz? Həmin ünvanda video şəkillərini, video görüntünü, foto şəkillərini məhkəməyə təqdim edin. Bunlar da təqdim eləmədilər. Bizim vəsadətin deyin. Sənin yazdığın, bu sənin vəsadətindir, məhkəmə veribsən. Vəkilin vəsadətidir. Sənin də sənkidir. Bəli. Sənin vəkilin verib. Bəli. Altından da imza atıb. Oxuyuram, qulaq as. İddia ərizəsi və operator şikayətinin məzmunundan aydın görünür ki, cavabdeh şirkət tərəfindən 2022-ci ildə tərtib edilmiş 239 nömrəli aktda iddiaçıya məxsus mənzillərin mövcudluğu qeyd olunmuşdur. Bu aktı sən verdin mənə, mən bunu təqdim elədim burada, bütün Azərbaycan gördü. Bəli, bəli. Surətidir o. Bəli. O surəti siz məhkəməyə təqdim etmişsiniz, yoxsa yox? Bəli, eləmişəm. Hal-hazırda işin içində var. İşin içindədir. İndi onu siz əslini tələb eləməklə, o aktla həm də sübut eləmək istəyirsiniz ki, burada mənim də evim var. Babaqda da qeyd olunur. Bəli. İkinci, yazıbsa bu qeyd məhrum atasının iştirakı ilə aparılmış aktda da əksini tapmışdır. Söhbət həmin aktdan gedir, eyni şeydən gedir. Bəli, bəli. Üçüncü yazdığınıza fikir verin. İddiaçı həmin mənzillərin ona məxsus olduğunu sübut eləyən video və foto materiallara malikdir. Yəni sən video və foto materiallara maliksən. 4. Tikilinin sökülməsi zamanı iddiaçı şəxsən iştirak etmiş və bu barədə söküntü işlərini aparan şirkət əməkdaşlarına məlumat vermişdir. Bundan sonra sənin vəkilin məhkəmədən nə tələb eləyir? Deyir ki, cavabdehdən qeyd edilən aktların əsl nüsxələrini, eləcə də tikililərə dair video görüntülərin
cavabdehlikdən tələb olunması və işə əlavə olunması təmin edilsin. Yuxarıda yazırsan ki, video və fotoğraf səndədir, iddiaçıdadır. Xahiş edirəm də yazırsan ki, cavabdehlikdən tələb olunsun. Nə deməkdir bu? Demək, onların çəkdiyi evlərin görüntüsünün, içlərinin video görüntüsü onlardadır. Yəni, nə sökmüsən, onun əlində məlumatı var da. Bir də mənim əlimdə məlumat var ki, onlar ki, mənim həyətimə girəndə, mən ki, onlara demişəm ki, çıxın, gedin mənim həyətimi tərk edin. Bu Nizami Əliyev bu ünvanda yaşamayıb. Mənimlə müqavilə bağlamamışsınız ki, siz gəlib mənim evimi sökəsiniz. Yəni, mən hara köçəcəm. Bunların heç biri də olmamışdı da. Mən də ona görə bu Kristal Bakı şirkətinin əməkdaşlarını həyətimdən çıxmasını tələb etmişəm. Buna görə polis çağırmışam öz ünvanıma. Bunlar da heç bir mənim sözümə əhəmiyyət verməmiş. Məni də götürdülər, apardılar, polis bölməsində saxladılar. Evimi də sökdülər, çıxdılar orada. Evimi də sökəndən sonra mən küçədə qalası deyiləm ki. Yaranmış bu vəziyyətin əziz vətənlər səbəbini mən istəyirəm izah edəyəm ki, söhbət etibardan getmişdir sadəcə. Azərbaycan xalqı bu bədbaxt gündədir, yazıq gündədir. Millətimiz, deyəcəm, millət ümumiyyətlə cahil və savadsızdır. Bəzi adamlar deyəcəkdir ki, niyə təhqir edirsən milləti? Millətin əgər vəkili, hüquqşünası öz vəzifəsini bilmirsə, öz vəzifəsini düzgün yerinə yetirə bilmirsə, bu millətin sıravi insanı yazıq günə düşəcək. Baxın, mən indi burada vaxtımız azdır deyə mülki məzəllərini, prosessual məzəllərini açıb maddələr bir göstərə-göstərə sizin vaxtı almaq istəmirəm. Mülki prosessual məzəllərdə yazılıbdır ki, apellyasiya instansiyası məhkəməsində yeni sübutların təqdim olunmasına yol verilmir. Apellyasiya instansiyası məhkəməsində yeni sübutların təqdim edilməsinə yol verilmir. Yalnız bir halda yol verilir ki, tərəf, yəni sübutu təqdim edən əsaslandırsın və sübut eləsin ki, bu sübutları mən birinci instansiya məhkəməsində obyektiv səbəblərdən verə bilməmişəm. Mən sizə oxuyuram. Etibar Əliyevin vəkilinin apellyasiya məhkəməsinə verdiyi vəsadət. Adam tələb eləyir ki, xahiş edirəm, filan sənətdə tələb olunsun, filan videoda tələb olunsun. Bunu sən o halda eləyə bilərsən ki, sübut eləyəsən ki, birinci instansiya məhkəməsində mən bunu ona görə eləyə bilməmişəm ki, xəstə olmuşam, mən dəli olmuşam, ölmüşəm, olmam, obyektiv səbəb, imkan verməyib. Ya Bakıda olmamışam, nə bilim, məhkəmə mənsub olur, xəbərim olmuyor. Və yaxud da sübut elə əsaslandırırsan ki, yoldaş apellyasiya məhkəməsinin hakimləri. Baxın, mən birinci instansiya məhkəməsinə vermişəm, bu filan tarih, filan vəsadətlə bunu tələb eləmişəm ki, iş tam araşdırılsın və mənim orada evimin olma faktı müəyyənləşsin. Onu birinci instansiya məhkəməsi eləməyib. Xahiş edirəm, siz eləyin. Yalnız bu halda sən nəsə verə bilərsən. Amma vəkil yuxarıda yazır ki, iddiasında video və fotolar var. Xahiş edirəm yazır ki, cavabdehlikdən tələb olunsun. Əziz vətənlər, bu şeylər, səs hardan gəlir mənim başımın çıxmır, bu adamlar. Əziz vətənlər, diqqətlə fikir verin. O şeyi ki, sübut elə bilməyəcəksən, onu dilə gətirmə. Məndən bir hüquqşünas kimi hamınıza məsləhət. İstər cinayət işində olsun, istər mülki işdə olsun, istər məişətdə olsun. O şeyi ki, sübut elə bilməyəcəksən, onu dilə gətirmə. Yoxsa haqlı olduğun yerdə özünü şübhəyə salarsan. Misal üçün, deyirsən ki, Hüseyin Quru bilir də mənim orada evim var. Hakim deyir ki, bilirlər, Hüseyin Quru dəvət elə. Sən Hüseyin Qurunu dəvət elə bilmirsən. Hüseyin Quru ya gəlmir, ya da gəlir deyir ki, qardaş, mənim bu şahidətim yoxdur, məni çağırmaz bura. Bitti. Sən baxmayaraq ki, haqlısan, doğrudan da Hüseyin Quru bilirdi. Amma Hüseyin Quru sən nə demədi axı? Bu şeylərdə ehtiyatlı olmaq lazımdır. Mən buradan bu sözləri deyəndə ali məhkəmənin hakimlərinə mesaj göndərirəm ki, apellyasiya məhkəməsində vətəndaşın hüquqları pozulub,
həm o keyfiyyətli hüquqi yardım almayıb, həm də vətəndaşın iddiasını əsaslandıracaq sübutları nə birinci instansiya məhkəməsi, nə apellyasiya məhkəməsi araşdırıb. Belə olan halda siz işə tam baxıldığınızı deyə bilərsiniz. Mütləq bu sübutlara, Etibar Əliyevin əlində olan videolara, hansı ki, mən, baxın dostlar, bu video materialları bütün Azərbaycan görür. Burada mən indi bu video materialların bir hissəsini sizə təqdim eləmişəm. Burada məsələn, danalarla bağlı ayrıcana var. Danalarla bağlı ayrıcana videoları var. Ev əşyalarına bağlı ayrıca videolar. Baxın. Deməli, bu video materiallar ki var, bunlar mütləq məhkəmədə nümayiş etdirilməlidir və məhkəmələr bu videolara qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə görə məhkəmə qətnamənin o əsaslandırma hissəsində mütləq hansı sübutu niyə qəbul edir, hansını qəbul eləmir, onu əsaslandırmalıdır. Mən necə göstərəcəyəm? Nə birinci instansiya məhkəməsinin dünən göstərdim sizə qətnaməsində, nə də apellyasiya məhkəməsinin qətnaməsində. Bu videolarla bağlı bir kəlmə yoxdur. Sanki heç bir şey olmuyor. Vətəndaşın da vəkili bunları təqdim eləməyin sanki yolunu bilmir. Mən bilmirəm, vəkil, peşəkar vəkildir mi, neçə ildir işləyir, bunun anlayışı varmı ki, sübut necə təqdim olur məhkəməyə? Vəsatət necə yazılır, necə verilir? Vətəndaşın Konstitusiyanın 61-ci maddəsindən nəzərdə tutulan keyfiyyətli yardım almaq hüququ pozulub. Bu fakt var, mütləq ali məhkəmə qərarlar eləməlidir ki, qatandalar adamın hüququnu təmin edir ki, adam normal müdafiə olunsun. Belə vəkillik olmaz. Vəkil əgər sübutu təqdim eləməyi bacarmırsa, ki, hansı qayda verilməlidir bu sübut? Ki, bu da hakim baxsın. Protokola tanış olub, orada qeyd eləmirsə ki, mən filan tarixli iclasda filan məzmununun vəsatət verdim, sübut təqdim elədim, hakim onu qəbul elədi, eləmədi, yoxdur protokolda. O deməkdir ki, vətəndaşa hüquqi adam göstərilməyib. Mütləq geri qatarmalıdır, iş yerindən baxılmalıdır. Bu vəsatətlə bağlı sizin deyəcəyiniz varmı? Etibar bəy. Yox. İstəyirəm biləsiniz, siz özü də anlayasınız ki, sizin vəkilləriniz də sizin işinizi normal aparmayıblar. Bu qədər iş aparılmaz. Videolar var əldə. Sən deyirsən ki, cavabdehdən video tələb elə. Qardaş, cavabdeh sənə video verməlidir ki. Qanun yazır ki, kim nəyi iddia edirsə, o da sübut eləməlidir. Amma əziz vətənlər, burada başqa bir şey var. İstəyirəm bunu da burada izah edəyəm, hamı bilsin. Bizim Mülki Prosessual Məcəlləyə görə, əgər tərəflərdən kimdəsə bəlli olan bir sübut varsa və qarşı tərəf əsaslandırır ki, mən o sübutu qarşı tərəfdən istəmişəm, amma ala bilməmişəm. Misal üçün, Etibar Əliyev əvvəlcədən vəkili özü məktub yazmalıdır. Cavab deyək ki, xahiş edirəm, bu vaxt mənim evimi çəkmişsiniz videoya, mənim iştirakımla, ya mənim iştirakım olmadan. O video materialları mənə təqdim edin. Bizim Mülki Prosessual Məcəllənin 78-ci maddəsi deyir ki, sən o halda məhkəmədən hər hansı bir sübutu tələb etməyə xahiş edə bilərsən ki, onu da əsaslandırasan ki, mən istədim, mənə ala bilmədim. Mənə vermədilər. Yoldaş hakim, sən istə. Yalnız bu halda məhkəmə sübut tələb edə bilər. Yoxsa məhkəmə sənin əvəzindən, mənim əvəzindən sübut təmin eləmə, tələb eləmə ixtiyarı yoxdur, vəzifəsi yoxdur. İndi mən bilmirəm ki, Etibar Əliyev o vəkilin istədiyi videonu özü birbaşa əvvəl istəyibmi qarşı tərəfdən? Yoxsa yox. Vəkili sorğu verib onu istəyibmi? Ki, məhkəmə deyir ki, sən al. Burada söhbət edən gedir. Əgər Etibar Əliyev sübut eləsə ki, o videoları qarşı tərəfdən istəyib, amma onlar verməyib, məhkəmə bu dəfə tələb eləməlidir. O qarşı tərəfdən ki, səndə olan filan sübutlar təqdim elə məhkəməyə. Təqdim eləməsə 1500 manat cərimə və məhkəməyə hörmətsizliyə görə tədbir görməlidir məhkəmə. Bir aylıq həbsə qədər
tədbir görə bilər. Bunu eləmək lazımdır, əziz vətənlər. Bunları siz bilməlisiniz hüquqlarınızı ki, düzgün tətbiq edə biləsiniz. İndi həmin o vəsadəti verdi Etibar bəy. Məhkəmə nə dedi? Təmin eləmədi. Sorğu göndərdi Kristal Bakı şirkətinə. Onlar da sorğuya cavab vermədilər. Sonra nə oldu bəs? Büyük nə? Öyle qaldı. Vəkil tələb elədi vəsadəti. Vəsadət cavabsız qaldı. Apellyasiya məhkəməsi vəsadəti təmin elədi. Eləmədi. Deyirsən elədi axı. Yox, sorğu göndərdi qarşı cavabdehlərə. Təmin eləməkdir də o sən deyirsən sorğu göndərdi, amma qarşı tərəf məhkəməni saymadı. Ha, cavab almadıq axı. Məhkəmə və sonra nə etdi? Elə cavab qaldı elə. Ha. Bəli. Cavabsız qaldı məhkəmənin sorğusu. Bəli. Aha. Əgər elədirsə sən gəlir kasas şərtində onda yazmışdı yəqin ki, belə bir hadisə baş verdi, məhkəmə sorğu verdi, qarşı tərəf sübut təqdim eləmədi, məhkəmə tədbir görmədi. Bəli, yazılıb. Tək bu fakt işin ləğv olunub geri qaytarılmasına əsasdır. Bir dənə bu fakt əziz vətənlər kifayətdir. Gəlin indi biz qətləmənin özünə qayıdaq. Vaxtımız çox azdır, mən başqa işlərimiz də var. Deməli, Sumqayıt Apellyasiya Məhkəməsi qərarın gör necə əsaslandırır. 41-ci bənddən başlayaraq Apellyasiya Məhkəməsi öz mövqeyini ifadə edir. Yazır ki, araşdırmışam, birinci instansiya məhkəməsinin qətnaməsi qanunudur, onu dəyişdirmək üçün əsas yoxdur. İndi görün, sonra necə əsaslandırır öz mövqeyini, çox maraqlıdır. 48-ci bənddə yazır ki, beləliklə, məhkəmə qanunvericinin əslən vətənlə gedib, o gün dedim mən, Azərbaycan məhkəmələrinin elə bir metodu var. Qətnamələri, qərarları, hökmləri doldururlar maddələrinə, Konstitusiya Məhkəməsinin qərarı, Ali Məhkəmə Plenum, Avropa Məhkəməsi. Şifradiyyatı yoxdur. Sadəcə görüntü yaratsınlar ki, güya burada savadlı bir hüquq baxımına əsaslandırmış qərar yazırlar. Amma qətnamə yazılanda, qərar qəbul olunanda hakim isnad etdiyi maddə var ha. Ondan sonra hansı halı o maddə əsasında şərh edir, onu yazmalıdır ki, bu maddə mən ona görə yazmışam ki, bu maddə filan hala aiddir. Belə bir şey yoxdur. Azərbaycanda heç bir məhkəmə bu qaydada qətnamə qəbul yazmır, hazırlanmır, tərtib eləmir. Ağzına, hətta mən o günləri bir işə baxırdım. İşə aid olmayan elə bir maddəni yazıblar ki, maddənin mübahisə olunan məsələ heç vadiyyatı yoxdur. Elə bir dənə bank problemləri ilə bağlı bir maddəni gətiriblər, ərvadın boşanmasına yazdılar ki, filan maddəsizsən məhkəmə verəsə eləyir. İndi burada da həmin şey baş verir. Yazır ki, məhkəmə qanunvericinin tələbləri və məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirib belə qənaətə gəlmişdir ki, iddia tələbinin əsası kimi tədqiq olunmuş hallar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən məhkəmə iddia tələbinin əsas olduğunu təmin edilməmişdir. Məhkəmə demək istəyir ki, Etibar Əliyev verdiyi iddianı sübut eləmək üçün, əsaslandırmaq üçün məhkəməyə sübut təqdim eləməyib. Baxın dostlar, bunun üçün hüquqşünas olmaq lazım deyil, mən tez-tez deyirəm, mənə düzgün başa düşün. Namuslu və əxlaqlı adam olmaq kifayətdir. Etibar Əliyev hüquqşünas deyil, hakim deyil, vəkillə deyil. Sadə vətəndaşdır. Mən çobanam, mən fəhləyəm, mən bənnayam, mənim savadım yoxdur. Oxumamışım orada məktəbi. Amma gətirib məhkəmə deyirəm ki, məhkəmə, mənim bu videom var, burada yazıb göstərir ki, mənim evim var, danım var mənim. Burada mənim danalarım var, mənim evim var. Məhkəmə buna baxmır, qəbul eləmir. Deyir ki, Hüseynqulu ya Qurban ya Etibar sübut təqdim edə bilməyib. Şərəfsiz sən, mənim sübutumu qəbul elədik kimi deyəsən ki, əsaslandırmışam yoxsa yox. Mən sizə vəsədəti göstərdim. Vəsadət natamam olsa da belə, Etibar bəy deyir ki, məhkəmə vəsadəti qəbul eləyibdir. Hətta sorğu verib qarşı tərəfə ki, verin o aktı və videoları. Məhkəmə it yerə qoymayıbdır Kristal Bakı nədir? İt yerə qoymayıb. Niyə? Çünki arxasında Xanlar Vəliyev dayanır. Yaxşı, belə olan halda bu yazıq vətəndaş necə sübut edəsin öz mövqeyini ki, ay mənim burada evim var idi. Etibar Əliyev video qoyub ortalığa ki, mənim ev materiallarım, əşyalarımı dağıdıb tökülür eşiyə. Mətbəxdə yeməyim qalıb. Sübutun boynuz olur.
Amma apellyasiya məhkəməsinə yazdı. Deyir ki, məhkəmə iddia tələbinin əsassız olduğundan təmin edilməyibdir. 50-ci bənddə görün nə yazır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti formal mülahizələrdən ibarətdir. Uçurulmuş ev, dağıdılmış əşya, məlyan dana, ay dana hakim, bu formal mülahizədir. Akt formal mülahizədir. Akta imza edən adam var, adam ölmüş, çağırır, məhkəmə dinlir də. Buna formal mülahizə demək olar, dostlar, əzəm edənlər. Birinci İnsan Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni əsaslıdır. Dostlar, bu abzas, bu cümlə ki yazılır. İstənilən qətnaməni açsın, bütün qanunsuz qətnamələrdə bu cümlə olduğu kimi təkrarlanır. Faktlar nöqteyi nəzərindən belədir, nəzəri belədir. Düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz və salam. Kollegiya vurğulayır ki, apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, apellyasiya mübahisə predmeti olan ərazidə ona məxsus yaşayış sahəsinin olduğunu, cavabdeh Kristal Bakı ASC tərəfindən həmin yaşayış sahəsi söküldüyünü, qarşılığında isə ona kompensasiya ödənilmədiyini və s. Həmin sahəyə görə ödənilmiş kompensasiya məbləğinə vərəsi olaraq onun da pay hüququnun olduğunu mübahisələndirmişdir. Lakin, fikir verin, apellyasiya şikayətin əsası olaraq atası Əliyev Rüstəm Orucoğlu tərəfindən imzalanmış 239 sayılı akta, həmin akta göstərilmiş həyətdə Əliyev etibarı yaşayır, 3 otaq onun adınadır qeydinə, həmçinin həmin ünvanda onun adına məxsus olan filan nömrə, telefon nömrəsi olduğuna isnad etmişdir. Məhkəmə yazır ki, Etibar Əliyev iddia qaldıranda bunlara isnad edib ki, bu akt var, o da mənim atamın imzası var, o da mənim adımdan yazılıbdır ki, mənim də evim var, telefon da mənim adımadır. Subut eləyir. Görün, məhkəmə necə qiymət verir. Məhkəmə kollegiyası ilk əvvəl vurğulur ki, işin müəyyən edilmiş hallarından görünür kimi, iddiaçının atası, bunu yazandan sonra bədbaxtlar oxumurlar da ki, özləri yoxlamırlar ki, bir Azərbaycan dilinə uyğun yoxsa yox. Görünür kimi, iddiaçının atası Rüstəm Əliyev 2022-ci ildə vəfat etmişdir. Allah rəhmət eləsin. Sonuncunun vəfatından sonra iddiaçı nə qanun üzrə, nə də faktiki olaraq atasından qalan hər hansı miras əmlakı qəbul etməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda vərəsi olaraq miras payı tələb etməsinə dair iddia tələbə əsassızdır. Əziz vətəndaşlar, bilsin, mən bəzən bu şeyləri oxuyub izah edəndə biraz əsəbi danışıram və sərt ifadələr işlədirəm. Ona görə ki, nə Etibar Əliyev, nə bu dəqiqə bizi dinləyən tamaşaçıların 99%-i başa düşmür ki, söhbət nədən gedir, bu hakim nədir bu yazdığı bir şey? Nə demək ki, miras əmlakı qəbul eləməyib? Etibar Əliyevdən soruşsan ki, bu abzasda hakim yazıldığını sən başa düşübsən ki, nə demək istəyir? Bu barədə sənə məhkəmədə sual verirlər ki, sən miras əmlakı qəbul eləmişsən, eləməmişsən? Etibar bilməyəcək ki, bu nə deməkdir bu? Nə miras? Burada miras davası gedir. Baxın dostlar, miras əmlakı qəbul etmək nə deməkdir? Etibar bəy, sən miras əmlakı qəbul eləmişsən, bu məhkəmənin, hakimin dediyi kimi. Müraciət eləmişsən arasa, atan vəfat edəndən sonra. Yox, eləməmişəm. Bir dəfə Asad xidmətə müraciət elədim ki, bəs belə bir akt var, 239 nömrəli sənədsizdir. Aktdan danışmırıq. 2022-ci ildə atan vəfat edəndən sonra sən notarius orqanına harasa müraciət eləmişsənmi ki, mən atamdan qalan əmlakım harada olsun, bəlkə Amerikada var imiş əmlak, onu qəbul edirəm. Belə bir şey eləmişsən sən? 3 saylı Asad xidmətə müraciət eləmişəm, həmin notarial kontora, orada olan notarial kontora. Demişəm ki, atamın əmlakı var. Onlar da deyiblər ki, evin kupçasını verin. Aha. Deməli, müraciət eləmişsən məhkəməyə? Məhkəməyə yox, notariusa müraciət eləmişəm.
Bəs məhkəmə burada yazıraq sən müraciət eləməmisən? Valla məhkəmə heç bizim göndərdiyimiz sübutlara heç fikir verməyib orada. Mən onları məhkəmə hesab etmirəm. Yox, Onları məhkəmə... elə bil ki, savadları yoxdur. Yox, bir dəqiqə. Vətəndaş Bəli, Etibar bəy, elə deyil. 54-cü maddədə bənddə yazır ki, qətnamədə AP. Oxumusan mı qətnəməsən? Operasiyan qətnəməsən. belə də. Mən boğazımı yırtırım, vətəndaşım vecinə deyil. Vətəndaşım özü oxumuyor, deyil, belə oxumuşam. Çox təəssüf, çox. Əzəm vətənlər, hakim 54-cü bənddə yazır ki, sonuncu vəfatından sonra iddiaçı nə qanun üzrə, nə də faktiki olaraq adasından qalan hər hansı miras əmlakı qəbul etməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Etibar bəy, məhkəmədə hakim səndən bu barədə bir sübut istədi, yoxsa yox? Dedi ki, sən müraciət eləmişsən mi notariusa, yoxsa yox? Yox, soruşmayıb. Bu şeyi araşdırmayıb, sonunda məhkəmə necə yazırıb bunu qətnəmədə? O yazır. O yazır. Amma sən vətənlər, istəyirəm hamını biləsiniz. Miras əmlakın qəbulu iki formada olur. Ya Etibar Əliyev dediyi kimi notariusa ərizə verməklə, ya da faktiki qəbul. Yəni, nə deməkdir faktiki qəbul? Atam ölür, atam öləndən sonra mən orada yaşamaqda davam edirəm. Bir ailə üzvüydü, davam edirəm. Dədəmdir mənim, mən də orada yaşayırdım. Və yaxud da, mən başqa yerdə yaşayırdım. Dədəm öldü, gəldi dədəmi bastırdım. Öz evim var deyə, atamın evini bütün qohum qoşuna gördülər ki, mən açar aldım, bağladım, qıfılladım, sildim, süpürdüm. Qonşuya da tapşırdım ki, ayda sana bir 60 verirəm, xahiş edirəm. Mən burada olmayanda, bax ki, oğul gəlməsin, dağıtmasına buranı və arabi də geyib gəlirsən, qulluq eləyirsən, evə baxırsan. Buna deyirlər faktiki qəbul. Siz artıq bu üçüncü, bizim dördüncü verilişdir ki, araşdırırıq. Hamımızın göz qabağında sübut olunur ki, Etibar Əliyev indi dediyi kimi həm yazılı qaydada notariusa müraciət edib, yəni qəbul edib, yəni iradəsini ifadə edib, həm də faktiki qaydada miras əmlakı qəbul edib. O miras qeydiyyatdan keçməyib onun önəmi yoxdur. Mənim uşağımın metrikası doğum şəhadətləməsi yoxdur. Amma uşaq mənimdir. Məndən ala bilməzsən bunu. Atasının adına kupça var, yoxdur, onun dəxli yoxdur. Faktiki olaraq mən o evdə yaşayıram, mirasda qəbul eləmişəm. Atamın o ev kimi yoxa, kubik kimi, sement qırığı kimi mən qəbul eləmişəm o. Dananı mən qəbul, toyları mən qəbul eləmişəm, ha kişilər. Hakim nə qədər eşşək ola ki, mübahisə gedir, mübahisə məhz oyundan bağlıdır ki, Etibar deyir ki, mənim dədəm öləndən sonra bunu yaşayırım orada, dədəmlə bir həddə yaşamışam. Və dədəm öləndən sonra oranı mən idarə eləyirəm. Hakim deyir ki, bunu qəbul eləməyib. Mən tutsam maraqlıdır, ali məhkəmə bu şeylərə necə qiymət verəcək? Bu hakimi hakim saxlama olar mı? Bu hakimin haqqında xüsusi qərar qəbul edib, bunu iti qovan kimi qovmaq lazım deyil məhkəmə sistemindən. Bu hakimlik deyil ki, bu dəllallıqdır. Bu dəllallıqdır. Etibar Əliyevin dədəsinin evini qardaşlar arasındakı mübahisədən istifadə edərək onun qardaşını da satmaqdır. İndi qardaşından nə qədər alırlar, niyə inirlər, onu özləri bilərlər. Məsələ budur. Yəni demək istəyirəm ki, 54-cü bənddə yazılan bu şey var, bu əsassızdır. Kassasiya şikayətində də yəqin Etibar bəy yazıbdır ki, məhkəmənin bu gəldiyi nəticə də qanunsuzdur, əsassızdır. Mən həm rəsmin yazılı qəbul etmişəm, miras əmlakım da fatiki. Və 55-ci bənddə yazır ki, bundan başqa iddiasının isnad etdiyi 239 saylı aktdaşı həyətdə Əliyev Etibar yaşayır. 3 otaq onun adınadır qeydi, sonradan əlavə olunmaqla həmin qeydin, baxın, doğruluğu akt tərtib edən şəxslər tərəfindən təqsir olunmamışdır. Etibar bəy, sən məhkəmədə birinci instansiyada baxanda vəsatət qaldırdın mı ki, bu aktda imza eylən adamları çağırın, xahiş edirəm, yoxlayın, soruşun ki, bu aktdakı imza onların yoxsa yox? Bəli, eləmişik. Hələ bu barədə mənim vəkilim
Zümrüd Səmədova da vəsadət vermişdi. Aha. Bax, həmin vəsadət buradadır. Sizə Onu də oxu bir də. Oxu, onu oxam eşitsin. burada yazılır ki, həmin bu 239 nömrəli aktı kimlər imza atıb? Oxu da oxu. Ağa oxu da əlində sənədi. Məhkəməli Müslüman. Sən oxuyamırsan bu əlifbanı? Mən bu latın dilini yaxşı oxuya bilmirəm. Mən Kiril əlifbasından keçmişəm. Mən savadı o əlifba ilə almışam. Ancaq bu vəsadət sizdə var. Bir də ki, bu siz bəyəxları deyirsiniz, faktiki əmlakı qəbul eləmişsiniz. Bəli, qəbul eləmişəm. Mən 10 il həmin həyətdə yaşamışam. Həmin evlərdə yaşamışam. Burada hətta Nizami Əliyevin yoldaşı Akifə Əliyeva da Vahid qızı özü məhkəmədə izahat verərkən dedi ki, mənim yoldaşım həmin ünvanda yaşamayır. Heç vaxt. Bunların hamısını məhkəmə hakimi, 1-ci Abşeron rayon məhkəməsinin hakimi Mirnəsil Mirhəsənli qərarda yazmayıb, şahidlərin ifadəsini düzgün yazmayıb orada. Yox, sən də oxuya bilmirsənsə bu işi aparmaq mümkün deyil ki. Sən Azərbaycan dilini bilmirsənsə, oxuya bilmirsənsə, yazılan şeyləri anlamıyorsan ki. Bu şeylərə vaxt deməyə dəyməz. Sən Azərbaycanca bilmirsən, sən Azərbaycan dövlətinin əlifbasını bilmirsən, sən 30 ildə əlifba qəbul olunub. Sən deyirsən ki, mən rusca oxuyuram. Sən onu necə hardan eləyəsən, hardan başa düşəsən ki? Oldu. Yekunlaşdıraq. Başqa sözü var mı? Yoxdur. Təşəkkürlər. Sağ olun. Əlifbanı öyrənin. Mütləq öyrənin əlifbanı. Dostlar, gördüyünüz kimi problem bir deyil, 5 deyil. Dərdimiz bir deyil, 10 deyil. Əgər vətəndaş dövlətin əlifbasını bilmirsə, oxuya bilmirsə bu yaşda, 30 illi biz 91-ci ildə müstəqilik. 91-ci ildə müstəqilik, indi 2000 deyəsən 26-cı ildir. Haradasa 35 ildə müstəqilik. Çox təəssüf. Çox təəssüf ki, Azərbaycanda baxın, bu da bir problemlə çıxıb ortalığa. Demək, dövlət xüsusi kurslar ki, ayırmalı mütləq. Vətəndaşlara yeni əlifbanı öyrətməlidir. Yeni əlifbanı yazıb oxumaq öyrətməlidir. Bu çox vacibdir. Bu, KGB arxivlərinin açılması qədər vacibdir. Çünki bu tip adamlar savayər SSR-nin bərpası məsələsi, köhnə əlifbanın bərpası məsələsi gündəmə gəlsə, hamısı cəbir cəlbəl verəcəklər ona. Avtomatik olaraq bu obyektiv gerçəklikdir. İnsanlar qarınları ilə, mədələri ilə bağlıdırlar bu dünyaya. O adamlar ki, vaxtilə SSR dönəmində Rus KGB-sinə agentlik ediblər, onlar, bu arada mən danışmışam dəfələrlə, onlar daim ifşa olunacaqları təhlükəsi altında müstəqilliyimizin itirilməsi şansı yaranan kimi tez keçəcəklər Moskvanın tərəfinə. Ki, birdən arxivlər açılar, onun bu adamlar müstəqillik əleyh istəməzlər, suverenlik istəməzlər, agentlər. Eləcə də Azərbaycan dilini bilməyən adamlar, Azərbaycan əlifbasını oxuya bilməyən adamlar Kirilə qayıtmaq məsələsi ortaya çıxsa, ona əsas verəcəklər. Vətəndaş çox böyük problemlərlə üzbəüz qalıbdır. Baxın, özü dövlətlərin əlifbasını bilmir, oxuduğu işi başa düşmür. Oxuya bilmir. Adam oxuya bilmirsə, nə biləcək ki, o da vəkil nə yazır, hakim nə yazır. Adamın vəkili öz vəzifəsini yaxşı icra edə bilmir. Vəsadət yazdırır, amma nə yazdırır, öz bir adi yazıb, ələ atıb vura bilə, boş-boş. Hakim də vətəndaşın əleyhinədir. Prokuror da vətəndaşın əleyhinədir. Vəkil də əleyhinədir. Özü də öz əleyhinədir. Vətəndaş oxumaq istəmir, savadlanmaq istəmir.
Belə bir vəziyyətdə bu vətəndaşın hüququnu qorumaq mümkündürmü? Belə bir cəmiyyətdə bir vətəndaşın yaşaması cəhənnəm deyil, bəs nədir? Məhkəmə də onun əleyhinə, vəkil də onun əleyhinə, prokuror onun əleyhinə, hamı vətəndaşın, Azərbaycan vətəndaşının əleyhinədir. Bütün dövlət orqanı, bu sistem, rejim bütövlükdə